Salam dəyərli tələbələr. Mən Tural müəllim bu gün sizə magistraturada mövzu sınavının izahını verəcəm. Deməli, suallara başlamamışdan əvvəl davamlı videolar üçün YouTube kanalına abunə olmağı unutmayın. Onlayn və yaxud əyən dərslərə qoşulmaq üçün 070 367 3222 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. İndi isə keçirik sualların izahına. Başlayaq ilk sualdan. İlk sualımız şifrələr mövzusuna aid olan bir sualdır. Burada deməli, birinci cərgədən fikir verin, Ş hərfindən 2 dənədir, C hərfindən 3 dənədir. C hərfindən 3 dənə olduğu üçün birinci rəqəmlərə baxsaq 4-dən 3 dənədir. Deməli, cavabımız 4-dən başlayır. İkinci cərgədə Ş-mız isə bizim nəyi göstərir? Ş-mız da 3-ü göstərir. Ş-mız bizi 3-ü göstərir. Çünki birinci cərgədə 2 dənə Ş hərfi var. B ilə C variantını çıxırıq. Həmçinin bizdə deməli 3 rəqəm də yoxdur. Yəni Ş hərfi yoxdur da A variantında çıxırıq. Biz buradan çəpiş sözünü tapa bilərik əslində. Ş 3-ü göstərirsə, çəpiş sözü 41683 olur. Deməli, biz buradan Ə-nin 1 olduğunu tapdıq, K-nı hələ ki dəqiq bilmirik, İ-nin də 8 olduğunu tapdıq. Deməli, İ-nin də 8 olduğunu tapdıq. İndi baxırıq biz 3-cü cərgədə. 3-cü cərgədə K hərfindən 2 dənədir. İndi baxırıq görək hansı rəqəmdən 2 dənədir 3-cü cərgədə. 3-cü cərgədə 0-dan 2 dənədir. Beləliklə K 0-ı göstərir. Düzgün cavabımız olacaq o zaman 41089, yəni Y variantı düzgün cavab sayılır. İndi isə keçirik ikinci suala. İkinci sualda biz E-ni tapmalıyıq. Gəlin baxaq. D ilə onun cəmi nəyə bərabərdir? Burada verib cədvəldə 12-yə bərabərdir. Aparıb yerinə qoysaq, Y üstünə gələk 12 bərabər 25, Y-nin də qiyməti 13 olacaq. Düzgün cavab 13, yəni A variantı olacaq. Növbəti 53-ə baxırıq. 53-cü sualda sona sözündən nosa sözünü çıxıb, burada belə bir ədədlər alıb. Siz əvvəlcə burada S-nın N-dan böyük olduğunu bilməlisiniz. Niyə görə? Çünki S-dan N-ı çıxıbsa, S N-dan böyükdür. Fikir verin, burada N-dan S-nı çıxıb. Yəni, kiçikdən böyük çıxırsa, artıq o bura bir yadda veribdir. Həm də biz demişik ki, əgər eyni ədəddən eyni ədədi çıxırsa, 0 olmursa, 9 olursa, burada yadda vermək var. Deməli, S da O-ya bir yadda veribdir. Yəni, elə bil ki, belə olur da, S çıxaq, N çıxılsın 1, 2-yə bərabərdir. Buradan da S-nin fərqi 2 ilə 1 toplayaraq 3 olar. Düzgün cavab 3-dür. Ümumiyyətlə, bu tip suallarda həmişə 2 rəqəm üzərinə özümüzdən 1 gəlirik. Məsələn, S-nin fərqi 4 olsa, biz 5 götürərdik. Gəldik növbəti suala, 54-cü suala. Burada deməli, əvvəlcə baxaq görək figurların vəziyyətinə. Dairə, kvadrat, üçbucaq. Deməli, ən içəridəki figur dairədir. Daha sonra, baxın, bu figurlar çölə çıxıb, gözləri çölə çıxıb, kvadrat olub, gözləri çölə çıxıb, üçbucaq olub. İndi bizdə gözləri rombdur da, romb olacaqsa çöldə. O zaman, deməli, 3 dənə variantı çıxırıq. A, B, D-ni çıxırıq. Hər dəfə gözləri çölə çıxıb da böyük figur olubdur. Bizdə də indi gözləri rombdur. Deməli, cavabımız ya C, ya da Y variantıdır. Ondan sonra, deməli, ağız hissəsi isə növbəti şəkildə burun olubdur. Baxın, ağız hissəsi növbəti hissədə burun olub. Bizdə ağzı kvadratdır. Deməli, bu dəfə burnu kvadrat olacaq. Bu variantda Y variantında verilibdir. Yəni, bu yanaşmadan tapa bilərsiniz. 55-ci sual isə kəsimlərə aid olan bir sualdır. Burada əvvəlcə biz, deməli, şəklin bu qalan hissəsinə fikir veririk. Və simmetriyalarda burada təbii ki, nəzərə alacağıq. Məsələn, tutaq ki, bu hissələrə baxın, burada biz bunu açsaq, belə bir figur olmur da, əksinə, deməli, kiçik burada, yəni bunun simmetriya hissəsidir düzbucaqlının. Düzbucaqlının burada, yəni kvadratları birləşdirəndə, bax, belə bir, deməli, mərkəz hissə, yəni bu kənar hissələrdə belə bir düzbucaqlı yaranır. Yəni, mən bu hissələri birləşdirsəm, baxın, göstəribsəm. Bunu mən açanda, birləşdirəndə bu belə bir düzbucaqlı yaranır. Belə bir düzbucaqlı yaranırsa A variantını çıxırıq. B variantında səhvli isə mərkəz hissəsində kvadratın yaranmağıdır ki, bunları üst-üstə qoyanda belə bir kvadrat yaranır. Kəsimləri açanda mərkəz hissəsində kvadrat olmalıdır. Ona görə A ilə B variantını çıxmış sayılırıq. Ondan sonra baxırıq digər hissələrə. Məsələn, burada görürsünüz, dairənin sol küncündə, hamısında sağ küncündə kiçik kvadrat verilibdir. Burada isə dairənin sağında düzbucaqlı verilibdir. Ona görə C variantında çıxırıq. Yerdə qalır, deməli, D ilə Y variantı arasında qalırıq. Deməli, D ilə Y variantında da, burada da
deməli Y variantında dairənin simmetriyası yoxdur da. Bunu biz açanda belə bir yanında dairə də olmalıdır. Ona görə E variantında çıxırıq. Düzgün cavab D variantı olacaq. Gəldik növbəti 56-cı suala. 56-cı sualda isə yuxarıda demək kvadratlar cəmidir. 5-in kvadratı üstə gələk 1-in kvadratı 26 edir. 15 ilə 11-in cəmi 26 edir. 3-ün kvadratı üstə gələk 3-ün kvadratı 18 edir. 11 ilə 7-in cəmi 18 edir. 5-in kvadratı üstə gələk 6-ın kvadratı 51 edir. 61 edir. 23 ilə 38-in cəmi 61 edir. 39 ilə 46-ını toplayanda 85 edir. İndi baxaq görək hansı 6-ın kvadratı ilə nəyin kvadratını toplayanda 85 edir? 7-nin. 36 ilə 49-u toplayanda 85 edir. Belə düzgün cavab D variantıdır. 57-ci suala baxırıq. 57-ci sualda rəqəmləri bir-birinə vurub, bir-birinə bölübdür. Yəni, baxın, 7 bıraq 3 bıraq 1, 21 edir, bölünsün, 7 bıraq 1, 21-i 7-yə böləndə 3 dəfə düşür. Burada da eyni qaydadır, 4 bıraq 2 bıraq 8, deməli 64 edir, 4 bıraq 8, 32 edir, 64-ü 32-yə böləndə cavab 2 edir. Bu şəkildə gedir. Deməli, 120, 35, 140, 28-ə böləndə 5 dəfə düşür. Amma bu dediyimiz qaydanla getsək, burada sıra bölmə əməli yoxdur. Burada həm vurmada, ikincidə də ödəmir. Deməli, burada həlli necə gedir? Növbəti 57-ci sualda həlli belə gedir ki, deməli, burada rəqəmləri toplayıb bir-birindən çıxırıq. 731-in rəqəmlər cəmi 11 eləyir, 71-in rəqəmlər cəmi 8 eləyir. 11-dən 8 çıxanda 3 eləyir. Burada da baxın, 428-in rəqəmlər cəmi 14 eləyir, 48-in 12, 14-dən 12 çıxanda 2. Burada da 574-ün rəqəmlər cəmi 16 eləyir, 74-ün 11 eləyir. 16-dan 11 çıxanda 5 eləyir. Deməli, düzgün cavab olacaq. 4 üstəgəl, 2 üstəgəl, 6 çıxılsın, 1 üstəgəl, 2 üstəgəl 0. O da 12-dən 3 çıxanda cavab 9 A variantı eləyir. Keçirik növbəti kuba. Bax, bu sualda qarşı üzlərə görə elə cavabları tapmaq olar. Məsələn, M ilə K qarşı üzdür, eyni vaxtda görülə bilməz. Ondan sonra L ilə N qarşı üzdür, eyni vaxtda görülə bilməz. L ilə N görülə bilməz və P ilə də R qarşı üzdür, eyni vaxtda görülə bilməz. Gəlin səhvlərə baxaq. Məsələn, A variantında baxın, M ilə K-nı eyni vaxtda verilib, səhvdir. B variantında R ilə P-ni verib, eyni vaxtda səhvdir. C-də də R ilə P-ni verib, eyni vaxtda səhvdir. D-də də L ilə N-i eyni vaxtda verib, səhvdir. Beləliklə, düzgün cavab Y variantıdır. Y-də heç bir səhvlik yoxdur. Qarşı üzlərə görə yəni tapmaq olur. Qeyd elədiyim kimi, qarşı üzlər eyni vaxtda görülmür. Yəni, M ilə K eyni vaxtda görülə bilməz, qarşı üzlər. Ondan sonra, yəni cavablarda görülə bilməzlər. Ondan sonra, məsələn, L ilə N görülə bilməz eyni vaxtda, eləcə də P ilə R görülə bilməz. Biz də səhvləri çıxmaqdan tapırıq. A variantında M ilə K səhvdir, B variantında R ilə P, C variantında R ilə P, D variantında N ilə L. 59. Ardıcılığın növbəti həddini istəyir. Deməli, burada həlli 2-yə vurub, 1 çıxmaqla gedir. 6-nı 2-yə vurub, 1 çıxanda 11 eləyir. 11-i 2-yə vurub, 1 çıxanda 21 eləyir. 21-i 2-yə vurub, 1 çıxanda 41 eləyir. 41-i 2-yə vurub, 1 çıxanda 81 eləyir. 81-i 2-yə vurub, 1 çıxanda 161 eləyir. Beləliklə, C variantı düzgün cavabdır. 60-cı suala baxırıq. 60-cı sualda deməli, bu tərəzidə gəlin biz əvvəlcə çarpaz toplayaq, görək nə alarıq. Məsələn, çarpaz toplasaq, birinci və ikinci gözdə A, B, B, yanında K, B bərabər olacaq A, L, K ilə. A, L, K ilə. İndi buradan da eyni hərfləri silsək, tutaq ki, deməli, K-nın birini aparsaq, ondan sonra A-nın birini aparsaq, nəticədə 4 dənə B bərabərdir, 2 dənə L alırıq. Bunu da biraz da sadələşdirsək, alırıq ki, 2 dənə B bərabərdir, 1 dənə L. İndi aparıb tərəzinin ikinci gözündə R-in yerinə BB yazsaq, ABB bərabərdir, KB olur. Buradan da B-lərin birini ixtisar aparsaq, deməli nəticədə AB K-ya bərabər olacaq. Bunu anladıq-mı? İndi biz biraz da misalı sadələşdirə bilərik. M-in əvəzinə cavabda AA, M A-ya bərabərdir axı və bir dənə də B yaza bilərik. AB də gördüyümüz kimi K-ya bərabərdir. AB-ni də K-la əvəzləsək, cavab AK olacaq. Yəni D variantı doğru cavab sayılır. Bu an olduğu kimi saxlayırıq, AB-ni də K-la əvəzləyirik. Növbəti 61-ci suala baxırıq. 61-ci sualda qara dairə görürsünüz 2 addım hərəkət edib hər dəfə. İndi qara dairə burada növbəti 6 bucaqlıqda sol küncdə olacaq. Yəni burada artıq bax gəlib düşəcək bura.
Sol küncdə olacaqsa bir dənə variant qalır, o da D variantıdır. Digərləri də 2-2 hərəkət edir, fikir verin. Növbəti şəkildə gəlib burada düşür. Bu damalı hissə, bu qara nöqtədə deməli eyni qaydada hamısı 2 addım sağa doğru hərəkət edir. Düzgün cavab D variantı olacaq. Rahat sualdır. Bax, qara dairə 2 addım hərəkət edəndə növbəti də gəlib bura düşür. Sağdan sola doğru. 62-ci suala baxırıq. 62-ci sualda burada deməli rəqəmləri verib, sonda sənan sözünü bizdən soruşur. Məsələn, gəlin baxaq. N hərfi 1-i göstərir. Çünki 1-in altına düşür də. N 1-i göstərirsə, 3-cü və 5-ci rəqəmimiz 1-dir. Deməli, N hərfi, N burada, daha doğrusu üzr istəyirəm. Burada 1-in yox, sadəcə vurma həllidir. Deməli, indi gəlin baxaq. Biz S-nı tapa bilərik, daha doğrusu. S burada 6 ya 5 ola bilər. Çünki 6-nın altına düşüb. 5 də o vaxt olardı ki, yadda alardı. 5 yoxdur da görürsünüz cavablarda. Deməli, S 6 ilə başlayır. S 6 ilə başlayırsa, ona görə biz bu variantları çıxırıq. Ondan sonra, deməli, A-nı biz gəlin tapaq. A burada, demək, 21-ə vurubdur. Demək, burada biz buradakı ədədi, daha sonra, bax, bu ulduzu tapmaq olar. Bu ulduzu necə tapacaq? Bu ulduz 2-ni göstərir. Çünki 2-ni 1-ə vuranda 2 ilə başlayır. 2-ni 1-ə vuranda 2 ilə başlayır. Ondan sonra, bura görürsünüzmü nə yazıb? Deməli, 2-ni nəyə vuranda 0-dan qutarır? Bura 5 yazarıq. Baxın, 2-ni 5-ə vuranda 0-dan qutarır. Belə çıxır ki, deməli, bizdə də 5-i vurub 1-ə, N 5 olubdur. Bilərik, N-ımız bizim 5-dirsə, bura 5-5 yazarıq. O zaman bu variantı da çıxarıq. Düzgün cavab ya B, ya da D variantıdır. N-ımız bizim 5-dir. Ondan sonra, deməli, burada biz buradakı rəqəmə isə 3 yazarıq. Çünki 3-ü 2-yə vuranda 6-dan başlayır da. 3-ü 2-yə vuranda 6-dan başlayır. İndi 3-ü də 5-ə vuranda bura 5 düşür. 3-ü 5-ə vuranda 5 düşür. 15. Deməli 3, 5, 8. Ə də deməli burada sağdan yadda almadığı üçün. Çünki ulduzla 0-ı toplayanda bu yadda verməz axı heç vaxtı. Ona görə bu 3 dənə rəqəmi də toplayanda 3-ü ona görə yazdıq ki, 3-ü 2-yə vuranda ədəd 6-dan başlayır. 3-ü də 5-ə vuranda 15. Deməli 2, 5, 1. Bu 2, 1, 5-i də toplayanda bu da eləyir 8 eləyir. Beləliklə Ə hərfi də deməli 8 olacaq. Ə hərfi 8-dirsə artıq cavab B variantı olduğunu tapırıq. Keçirik 63-cü suala. 63-cü sualda rəqəmlər necə yaranıbdır? Hər biri özünə bitişik qara dairələri 2-yə vurmaqdan tapılır. Bax, bu 2-yə görürsünüz, bir dənə qara dairə birləşib, qaranı vurublar 1-ə, eləyib 2. Yəni, burada qaraları vururuq 2-yə. Məsələn, bu 6-ya 3 dənə qara birləşib. 1, 2, 3. 3-ü 2-yə vuranda 6 edir. Tutaq ki, bu 4-də 2 dənə qara birləşib, 2-ni 2-yə vuranda 4 edir. Deməli, A-nı tapanda A-ya 1, 2, 2 dənə, deməli, A-ya 2 dənə kvadrat birləşib də. A-ya 2 dənə kvadrat birləşib, ona görə A-nı tapanda 2-yə vuracaq. Baxın, A-ya birləşən kvadratlar bunlardır. Deməli, A olacaq 2 vuraq, 2, 4. İndi tapaq biz F-i. F-ə də nə qədər dairə birləşibdir? F-ə də gəlin baxaq, biri bu, biri bu, biri bu, biri də bu. 4 dənə dairə birləşibdir, çarpazda götürürük. Deməli, F olur, 4 vurulsun 2, o da 8 edir. 4 ilə də 8-in cəmi, axırda bizdən cəmlərini istəyir, 12 olacaq, yəni E variantı. Baxırıq 64-cü suala. Baxırıq 65-ci sualda ədədləri bir-birinə bölüb 1 çıxıbdır. 45-i 9-a böləndə 5, 5-dən 1 çıxanda 4 eləyir. 1-i 1-ə böləndə 1, 1-dən 1 çıxanda 0 eləyir. 66-nı 11-ə böləndə 6, 1 çıxanda 5 eləyir. Bu şəkildə gedir. 56-nı 7-yə böləndə 8, 1 çıxanda 7. Deməli, 18-i 3-ə bölüb 1 çıxacaq. O da 5 eləyəcək. 66 fotoşin rəqəmlərimiz yuxarıda şərtdə verib 1-dən 4-ə kimi olan rəqəmlərdir. Biz birinci bax buranı tamamlaya bilərik. 4 3-dən böyükdür, 3 2-dən, 2 də 1-dən böyükdür. Ondan sonra deməli bura biz yazacağıq 1-dən böyük, deməli 1-dən böyük bura 3 yazaq. Olmasa düzəlt, bura yazacağıq 4. Bura yazıq 4 3-dən böyükdür. Sonra 4 2-dən böyükdür, 2 də 1-dən böyükdür. A-nın qiyməti 1 olar. Ondan sonra deməli bura 3 yazarıq onda, bura 2 yazarıq. 3 2-dən böyükdür, 2 də 1-dən böyükdür. Bura 1 yazarıq. Bura 4 yazarıq, 4. Ondan sonra bura yazarıq artıq 4, bura 3 yazarıq.
Ondan sonra bura 1 olar. Burada olacaq 2. Baxın, doşitimiz düzgün oldu. 2, 1-dən 4, 2-dən birinci sətrə baxın, yoxlayın. Sonra burada müqayisəni yoxlayın. Yuxarıdan aşağıda yoxlasanız tam düzgün gəlir və eyni rəqəmlər də burada təkrarlanmıyor. Nə sətr, nə sütun boyu təkrarlanmıyor. Beləliklə, A-nın qiyməti 1 oldu. Sonra bir də B-ni istəyir. B-nin də qiyməti buradadır. İkisi də 1 oldu. Deməli, 1 ilə də 1-i toplayanda düzgün cavab 2 olacaq. Yəni, D variantı doğru cavab sayılır. İndi keçirik növbəti sualımıza. Növbəti 68-ci suala. 68-də əgər görsəz ki, tərəzidə bütün fiqurlar eyni saydadırsa, onda cavabda da eyni sayda olanı götürürük. Bunlar bir-birinə bərabərdirlər. Bax, görürsünüz, 4 dənə fiqur 4 dənə fiqura bərabərdir. 4 fiqur 4 dənəyə bərabərdir. 3 dənədirsə, burada 3 dənə olan cavabı götürəcək. D variantı. Bu tiplərdə həmişə bu qayda ödəyir. Bu tip suallarda bütün fiqurlar zaten bir-birinə bərabər olur. Yəni, dairə bərabər olur. Ağuçbucağa da romba bərabər olmuş olur. Əgər görsəniz ki, deməli, hərflərin sayı, yaxud fiqurların sayı bərabərdir. Görürsünüz, burada 4 dənə var, burada da. Burada 4 dənə var, burada da 4. Burada 3 dənə varsa, burada da 3 dənə olan cavabı götürəcəyik. Yoxlasaz da yenə eyni cavab olacaq. Düzgün cavab D-dir. Məsələn, həllinlə də yazsaq, buradan birinci gözləm 2 dənə dairə ixtisar gedir. Üçbucaqla romb 2 dənə dairəyə bərabər olur. Aparıb tərəzinin ikinci gözündə 2 dənə rombun yerinə dairə yazsaq, deməli olacaq üçbucaq, dairə, romb bərabərdir. 2 dənə dairə, bir dənə də romb üçbucağa bərabərdir. Buradan da rombu ixtisar aparsaq, dairəni ixtisar aparsaq, üçbucağı ixtisar aparsaq, görəcəksiniz ki, bir üçbucaq bir dairəyə bərabərdir. Üçbucaq dairəyə bərabərdirsə, məsələn, aparıb burada üçbucaq yerinə qoysaq, buradan da deməli rombu ixtisar aparsaq, görəcəksiniz ki, iki üçbucaqları da ixtisar aparsaq, görəcəksiniz ki, 2 dənə üçbucaq 2 romba bərabərdir. Buradan da belə çıxır ki, üçbucaq romba bərabərdir. Yəni, hamısı bir-birinə bərabər olacaqlar. Düzgün cavab D variantı olacaq. Hərəsindən bir dənəsini götürüb də, elə bil ki, bunu üçbucaqla əvəzləyib, bunu məsələn dairənin hamısı bir-birinə bərabərdir. Bunda rombla əvəzləyib. 69-a baxırıq. 69-da anaqramı həll edib düzgün cavab tapacağıq. A-dakı söz odundur, B-dəki söz benzindir, C-dəki söz deməli kerosindir, Y-dəki söz maşındır, D-də də torfdur. Hamısı yanacağa aiddir, yəni yanar maddələrdir. Odun da yanır, torf da, benzin də, kerosində, maşından başqa düzgün cavab Y variantı olacaq. Yəni yanacaq növləridir də hamısı. Odundan da yanacağa əldə olur, benzindən də, kerosindən də, torfdan da. Növbəti suala baxırıq. Növbəti sualda ədədləri bir-birinə vurub kvadrata yüksəldibdir. Bax, məsələn, burada 2 ilə 5-in hasili 10, 10-un kvadratı 100. Burada var da, görürsünüz. Ondan sonra, bax, bu 2 ilə bu 4-ü bir-birinə vurub. Yəni, qıraqdakı ədədləri bir-birinə vurub kvadrata yüksəldirsiniz. 8-in kvadratı burada var 64. Məsələn, görək, başqa nə var? 3 ilə 5-in var hasili. Dairələri bir-birinə vurursunuz, istiqamətləri fərqli ola bilər. Və kvadratlara yüksəldirsiniz. 225, burada var 225. Görək, nəyin kvadratı yoxdursa onu götürəcəyik. Məsələn, 5-i 4-ə vuranda 20, 20-in də kvadratı var 400. Ondan sonra başqa məsələn, tutaq ki, burada başqa hansı ədədlər var? Qıraqdakı ədədlərdən. Yəni, 400 olması üçün 20-nin kvadratı var, 15 olması üçün 3 ilə 5 var, 15, 100 olması üçün 10-u tapdıq, 64 olması üçün 4 var. Deməli, burada çatışmayan digər ədəddir ki, 2 ilə 3 də var kvadratı. Burada çatışmayan 12-nin kvadratıdır. Baxın, 3-ü 4-ə vuranda 12 eləyir. Amma 12-nin kvadratını yazmayıbdır. 144 eləyir. Cavab B-dir. Yəni, balaca dairədəki ədədləri bir-birinə vururuq və onları kvadrata yüksəldib nəticələrini burada yazırıq. Baxın, balaca dairədəki ədədlər hansılar oldu? Balaca dairədəki ədədlər bu 2 ilə 5-dir. 10 elədi, bunun kvadratı var. Sonra bu 2 ilə 4 var, 8-in kvadratı 64 var. Sonra 2 ilə 3-dür, 6, 6-nın kvadratı var 36. 2 qutarda da. Sonra 5 ilə 4, 20, 20-nin kvadratı var burada 400. Sonra 5 ilə 3, 15, 15-in kvadratı var burada 225. Lakin 3 ilə 4-ün hasilinin kvadratı yoxdur. Düzgün cavab 144 V variantı olacaq. Baxırıq 71-ə. 71 hecalamaqdır. Məsələn, o onları sevir. O nəyə göstərirdi burada? Birinci heca E-ni, onları sözü göstərirdi.
Deməli, o daha doğrusu eli sözünü göstərir. Eli, burada da görürsünüz, o var. O elini göstərir. Onları tanı göstərir. Ta, sevir sözü də deməli, onları sözü talini göstərir. Talini, tali. Sevir sözü də takanı göstərir. Taka. İndi bax, məsələn, mən sözünü buradan tapmaq olar. Mən sözü göstərir burada. Deməli, mən sözü göstərir burada, afı göstərir. Cümləmiz deməli afla başlayacaq. Ona görə bu variantları çıxırıq. Sənin sözünü bu ikisində var da ortaq. Buradan sənini tapmaq olar. Sən, o deməli elini göstərirsə, sən ikisində də var. Deməli, nəyə göstərir sən sözü? Deməli, fini göstərir. Sən sözü fidir. Af, daha doğrusu sənin sözü deməli seni göstərir. Afse olacaq. O da deməli A variantına qalır. Afse. Görürəm sözünü də buradan tapmaq olur. Deməli, burada daha doğrusu sənin sözü afsefini göstərir. Baxın, ikisində də var. Afsefi, görürəm sözü də risi göstərir. Bax, burada da görür var, ris, burada da ris var. Deməli, cavab olacaq afsefi ris, o da A variantını göstərir. 72. Bu üçüncülərdə olan, ortada olanları götürürük. Bax, biri budur, biri budur. Bax, niyə görə? Çünki bunun özü və sol üçüncü rənglənibdir. Özü və sol üçüncü rənglənib. Sonra buranı götürürük. Yenə özü və sağ üçüncü. 4-dən elədikmi? Ondan sonra buranı götürürük. 5. Özü və yuxarısı. Buranı götürürük. 6. Özü və aşağısı. Sonra götürürük. Deməli, burada yenə küncləri götürürük. Burada duran 7-ci, 8-ci. Özü və sağ üçüncü rənglənir. Ondan sonra burada 9, 10. Özü və sol üçüncü rənglənir. 11 və 12. Özü və sağ üçüncü rənglənir. Ondan sonra deməli, hal-hazırda 6, sonra 7, 8, deməli, bu üçüncülərdə götürdük. 9, 10, 11, 12. Ondan sonra baxın, burada da deməli, baxırıq 72-ci suala. 72-ci sualda deməli, biz burada kubun deyir ki, neçə 2 üzü rənglənibdir. 2 üzü rənglənənlər, baxın, hansı hissələri götürməliyik. 2 üzü rənglənən, məsələn, bax, buradır, buradır. Çünki üstü və özü və sol üçüncü rənglənibdir. Ondan sonra buradır, buradır, özü və sağ üçüncü rənglənibdir. Yəni, 200 olanda, bax, bunlar nəzərdə tutulur. Məsələn, yəni, ikincilərdə ortada olanları götürürük. Tutaq ki, bura baxın, burası və aşağı hissəsi rənglənibdir. Burada deməli var. Ondan sonra, tutaq ki, bax, burada da bura var, bura var. İndi biz prosto kubun bütün üzlərini eyni vaxtda görə bilmirik də. Yəni, 200 rənglənən hansılar olduğunu göstərdimsə, bunu rahat tapmağın yolu odur ki, burada deməli sayırsınız kubların sayını. A bərabərdir. Məsələn, yuxarıdan aşağı saysaz 4 dənə var. Soldan sağa doğru saysaz 3 dənə var. Ondan sonra bir də bu şəkildə saysaz, C-miz də bizim 4-dür. Elə bil kubların həcmi içində tərəflərini tapırıq, tillərini. Ondan sonra 4, 3, 4. Sonra bu ədədlərdən özümüzdən 2 çıxırıq. Düsturu belədir. Özümüzdən 2 çıxırıq və həmin ədədləri toplayıb, sonra özümüzdən 4-ə vururuq. 2 çıxandan sonra 4-ə vururuq. Yəni, burada bizim artıq cavabımız olur. 2 üstə gəl 1, 3. 3-ün də üstünə 2 gələndə 5 eləyir. 5-i də 4-ə vuranda düzgün cavab 20. Yəni, B variantı olacaq. Buradakı ədədlərdən sayandan sonra, bax, burada yenə göstərirəm. 4 dənə buradadır, 4 buradadır, 3 buradadır, 4 də buradadır. Bunlardan özümüzdən 2 çıxırıq. 4-dən 2 çıxanda 2. Ondan sonra 3-dən 2 çıxanda 1, 4-dən 2 çıxanda 2. Bu ədədləri toplayıb özümüzdən 4-ə vururuq. Düzgün cavab 20 olacaq. 74-cü suala baxırıq. Deyir ki, digər açılış versiyası hansı olar? Məsələn, burada biz görək səhvlər harada var. Bax, səhv burada deməli A variantında səhvlik var. A variantında A ilə B-ni yanaşı verib. Hansı ki, A ilə B qarşı üzdür. A ilə B hamısında qarşı üz olmalıdır da. Ondan sonra baxırıq digər, məsələn, hissəyə. Deyir, burada da A-nı P-nin yanında gətirə bilərik də. A-nı P-nin yanına gətirəndə A ilə B yenə qarşı üz olmurlar. Hansı ki, A ilə B qarşı üzdür. Ondan sonra baxırıq digər tərəfdən. Məsələn, B variantı səhvdir. B variantında L ilə E-ni qarşı üz verib. Hansı ki, L ilə K qarşı üzdür. Ona görə B-ni də çıxırıq qarşı üzlərə görə. Sonra deməli, E ilə D qalır. 2 dənə variant arasında qalırıq.
Burada da səhvlik var. Burada da C-də də səhvlik T ilə K-nı qarşı üz verib. Hansı ki K-la L qarşı üzdür də. Yəni səhv verib orada da istiqamətini. Beləliklə Y variantı doğru cavab sayılır. Baxın P ilə A-nı qarşı üz verib. Həqiqətən də P A qarşı üzdür. Y ilə T-ni verib. L-i də buradan çəksə L ilə də K qarşı üz olur. Beləliklə düzgün cavabımız olacaq. Y variantı doğru cavab sayılır. İndi isə keçirik növbəti 75-ci sual. 75-ci sual ardıcılığa aid olan bir sualdır. Qanun uyğunluğu poza nədədir? İstəyir burada. Deməli 5-5 burada. Burada belə gedək, tərsinə gedək. Bax 60-dan üstdən 23 çıxanda 63 eləyir. 60 eləyir. 60-dan 19 çıxanda 41 eləyir. 41-dən 15 çıxanda deməli 16 eləyir. Bax ədədlər arasında fərq 4-4 azalır. Deməli 26-dan 11 çıxanda 15 eləyir, düzdür. 15-dən deməli 4-4 azalır da 15-dən 7 çıxanda burada 8 eləməlidir. Deməli 10 qanun uyğunluğu pozur. 8-dən də təzədən 3 çıxanda 5 eləyir. Yəni bu ədədlər arasında da 4-4 fərq var. Düzgün cavab olacaq 10. Baxın məsələn göstərim təzədən. 10 deməli burada qanuna uyğunluğu pozur. Onun əvəzinə burada 11, 7 çıxmalıydıq da, onun əvəzinə 8 olmalıydı. Onun əvəzinə 8 olsaydı, tam düzgün qanun uyğunluq yaranırdı burada. Fikir verin. Deməli, 5-in üstünə 3 gələndə 8, 8-in üstünə 7 gələndə 15, 15-in üstünə 11 gələndə 26, 26-ın üstünə 15, 41, 41-in üstünə 19, 60. Görürsünüz, 3, 7, 11, 15, 19, 4 artırlarda düzgün cavab burada olacaq Y variantı. Növbəti suala baxırıq. Qanun uyğunluğu müəyyən edin. Burada toplama, deməli, burada bizə cədvəldə verilib ədədlər. İndi gəlin baxaq görək, burada hansı qanun uyğunluq özünü doğrudur. Bu Fibonacci qaydasıdır. 12 ilə 6-nı toplayanda 18 eləyir. 6 ilə 18 toplayanda D24 olacaq. Deməli, A2 olacaq. 2 ilə 5 toplayanda 7, 5 ilə 7-ni toplayanda 12. B4 olacaq. 3 ilə 4 toplayanda 7. Deməli, B daha doğrusu 1 olacaq. 3 ilə 1-i toplayanda 4. 1 ilə də 4-ü toplayanda 5 eləyir. C 15 olacaq. 9 ilə 6-nı toplayanda 15. 6 ilə 15 toplayanda 21. Beləliklə A2, ondan sonra B-yə 1 tapdıq. C oldu 15, D də 24. Belə variant B variantı sayılır. Baxırıq 77-ci suala, aparıb yerinə qoyacağıq. 9 almış bizim 72-yə bərabərdirsə, A-nın qiyməti burada 8 olacaq. Bu 14B-ni də X-a bərabər eləyək və aparıb yerinə qoyaq. Yəni, A-nın yerinə 8 qoyacağıq, B-ni olduğu kimi yazaq, olduğu kimi 8 üstə gələk B-nin kvadratı bərabər 289. Buradan da 8 üstə gələk B bərabər olar. Deməli, 289-dan kökünə çıxır 17. Buradan da B 9 olar. Biz B-ni 9 tapdıq. İndi X-i istəyirsə, biz demişik axı, X 14B-yə bərabərdir. Ona görə X-i tapanda 14-ü təzədən 9-a vururuq. O da eləyəcək 126. Yəni Y variantı. Burada deməli, birinci A-nı tapdıq. Ondan sonra 14B-ni X-a bərabər elədik və aldığımız B-nin qiymətini tapdıqdan sonra, burada bax, B-ni tapandan sonra biz aldıq ki, 9-u da 14-ə vuranda X-in qiymətini tapmış olduq. Gəldik 78-ci suala. 78-ci sualda əvvəlcə bunun məntiqini tutaq. Deməli, burada həlli necə gedir? 2 ağ, 1 qara gedir. Fikir verin. 2 ağ, 1 qara olub hər dəfə. 2 ağ, 1 qara. İndi gəlin biz bu hissələri tapaq. Bax, 2 ağ, 2 ağdan sonra növbəti mütləq qara olmalıdır da. Bura qara olmalıdır. Ondan sonra 2 ağ, 1 qara. Bura ağ qalır, əldə edirik. Sonra burada da 2 ağ, 1 qara. Baxın, bura qara rəng olacaq. Sonra 2 ağ, 1 qara. Belə gedir. Ondan sonra 2 ağ, 1 qara. Bura qaralanacaq. Ondan sonra 2 ağ, 1 qara. Burada deməli 2 ağ, 1 qara. Burada 2 dənə ağ qalacaq. İndi bu hissələri biz tamamlasaq, düzgün cavab burada D variantı olacaq. Çünki bax, bu hissə deməli 7-ci şəkli göstərir. Bax, bizim çəkdiyimizdən gedir söhbətdə. Bax, bu 7-ci şəkli göstərir. 2 ağ, 1 qara. Ondan sonra bu hissə ağ, qara çəkmişik. Bu ikinci hissəni göstərir olduğu kimi. Burada da deməli biz bir də 5-ci. 5-ci də bax, çarpaz formada çəkmişik. Biz burada ağ, qara çəkmişik burada. Bu da 5-ci hissəni göstərir çarpaz formada. Daha doğrusu qara ağdır burada çəkmişik.
Bu da 5-ci hissəni göstərir burada. Yəni çatışmayan olacaq 2, 5, 7 D variantı doğrudur. 79-cu sual. Rəssam deməli fırçayla rəsm çəkir. Buna uyğun cavab olacaq. Dərzi iynə ilə geyim tikir. Düzgün cavab B-dir. Ondan sonra 80-ci sualda bu şəkli, ikinci şəkli birincinin üstünə qoysaq, biz belə bir fiqur alırıq, düzdür? Buradan da xəttləri çəkək. İndi biz çatışmayan hissəni burada göstərməliyik. Buradan belə bir xətt olmalıdır sol küncündən. Ondan sonra buradan belə bir yuxarıdan xətt olmalıdır. Ona görə C variantını çıxırıq. Sonra buradan mərkəzi sağ tərəfə belə bir xətt olmalıdır. Ondan sonra bunun üstü bağlanmalıdır. Üstü bağlanacaqsa, deməli üstünü tamamlayırıq. Üstünü tamamlayandan sonra deməli bu istiqamətdə sonra buradan belə bir xətt çəkilməlidir. Belə bir xətt. Ondan sonra aşağı hissəsindən də belə bir dairə keçməlidir. Buradan da xəttimiz var. Bax, Y variantında belə bir xətt yoxdur. Ona görə çıxırıq. Sonra deməli qalan variantlara baxsaq, məsələn, buradan da bax belə bir dairə mütləq keçməlidir. Dairə var hamısında. Sonra baxın bunun burası bağlanmalıdır da. Burada belə bir xətt var. B variantında yoxdur. Sonra qaldı deməli A variantında da səhv. Bax burada belə bir diaqonal yoxdur. Düzgün cavab olacaq D variantı. D variantı doğrudur. 81-ci suala baxırıq. 81-ci sualda B ilə C 9-dur. Aparıb yerinə qoysaq, B ilə C-nin yerinə A üstəgəl 9, 16, A buradan 7 olur. Buradan da aparıb yerinə qoysaq, A üstəgəl C 13-dür. A-nın yerinə 7 qoysaq, deməli C-miz də bizim 6 olur. C 6-dırsa, aparıb burada yerinə qoysaq, B üstəgəl 6 bərabərdir 9, B-nin də qiyməti 3 olacaq. Beləliklə, B-nin qiyməti istəyirsə, cavab 3-dür. Növbəti 82-ci suala. 82-ci sualda, məsələn, simmetriyaların buradan çəksək, bax, burada bunun simmetriyası, məsələn, görək hansı variantlarda. Baxırıq deməli simmetriyalara, görə simmetriyalarda deməli harda səhvliklər var, onları tapaq. Məsələn, D variantında görürsünüz bu istiqamət üzü yuxarı olmalıydı. D variantını çıxırıq. Ondan sonra digər tərəfdə məsələn burada simmetriyası səhvdir, sağa doğru qatlanmalıydı. Ona görə Y-ni çıxırıq. Həmçinin burada da simmetriyası sağa doğru qatlanmalıydı. Burada da sağa doğru qatlanmalıydı. Yəni buradan səhvləri çıxa bilərik. Bunu sağa doğru qatlayanda A variantı düzgün cavab sayılacaq. 83-də aşağıdan yuxarıya doğru gedir. Deməli, birinci 4 ilə 1-i çıxırıq 3, 3-ün üstünə 9 gələndə 12, 12-dən 10 çıxanda 2, 2-nin üstünə 2 gələndə 4 eləyir. Və yaxud da ki, bax, buradakı ədədləri toplayıb, buradan çıxırıq. Bax, bunları toplasaq yuxarıdan aşağı, deməli 15 eləyəcək, 15-dən 11 çıxanda 4 eləyir. Bunları toplasaq hamısını 19 eləyir, 19-dan 9 çıxanda 10. Buradakı ədədləri toplasaq 26, 26-dan 9 çıxanda 17. İndi buradakı ədədləri toplayırıq. 1, 5, 14-ü eləyir 20. 20-dən çıxırıq 3 ilə 8-in cəmini. 20-dən 11 çıxanda cavab 9 eləyir. Yəni D variantı. Baxırıq növbəti 84-cü suala. 84-cü sualda burada deməli ikinci ədədi 2-yə vurub üzərinə birinci ədədi gəlirik. Məsələn 0 üstə gələk 3 vurulsun 2, 6 eləyir. 7 üstə gələk 5 vurulsun 2, 17 eləyir. Ondan sonra 2 üstə gələk 1 vurulsun 2, o da 1 vurulsun 2, o da 4 eləyir. Ondan sonra 5 üstə gəlməsin 0 vuraq 2, o da 5 eləyir. Düzgün cavab olacaq 5, yəni A variantı. 85-ə baxırıq. Bizə deyir ki, aşağıdakılardan hansı kubun açılışı ola bilər? Məsələn, burada kubun, burada məsələn, bax, D variantında görürsünüz, ara kəsmələr doğru deyil. Belə bir açılış olmur kubda. Yəni, məsələn, hamısının qarşı yüzü var, buranın qarşı yüzü belə ola bilməz. Həmçinin Y variantında da, bax, qarşı yüzlər səhvdir. B variantında da, məsələn, bunu biz buradan çəksək, düzgün şəkildə verilməyibdir. Deməli, növbəti fiqurda, məsələn, yenə baxın, buranın qarşı yüzü var, buranın qarşı, burada 2 dənə qarşı yüzə çıxır. Ola bilməz, axı bir şəkil 2 dənə qarşı yüzü olsun. Yəni, qarşı yüzlərə görə A variantı doğrudur. Məsələn, bunu biz buradan çəkə bilərik də. Bunlar bir-birinin qarşı yüzüdür, bunlar bir-birinin qarşı yüzüdür, bunlar bir-birinin qarşı yüzüdür. A variantı doğrudur. Yenə deyirəm, bax, məsələn, burada görürsünüz, bunların bir-birinin qarşı yüzü deyil də, ola bilməz bu vəziyyətdə. Ondan sonra, məsələn, buranın qarşı yüzü var, bax, bunların qarşı yüzləri yoxdur. Ondan sonra, burada tutaq ki, bu fiqur 2 dənə fiqurun qarşı yüzü olur.
Burada da qarşı üzləri yoxdur. Ən düzgünü budur da. Yəni bunu biz buradan hərəkət etdirə bilərik. Aşağı doğru qatlasaq, elə bir bu hissəni silib, bunu aşağıya doğru qatlasaq, hər bir fiqurun özünün deməli güzgü əksləri olur. Bundan bu, məsələn, bundan bu hissə bir-birinin güzgü əksi olur. Yəni simmetriyası. Baxırıq 86-cı suala. 86-da deyir ki, şərtdə verib ki, A-dan kiçikdir və bizdən burada deməli fərqi istəyir. Məsələn, A-dan kiçikdirsə, artıq eyni ədəddən eyni ədəd çıxanda bura mütləq 9 olmalıdır. Çünki buradan yadda verir axı. Əslində eyni ədəddən eyni ədəd çıxanda ya 0 ola bilər, ya 9. Amma bura bir yadda veribsə artıq B də bura bir yadda verir və 9 olur. Məsələn, istənilən ədəd yaza bilərik. Tutaq ki, bax yazıram mən buna uyğun. Həm də ədəddən özünün tərsini çıxanda həmişə ortadakı ədəd deməli həmişə ortadakı ədəd 9 olur. Biz bu qaydanda demişik. Tutaq ki, yazıram bura 3, 1, 3. Məsələn, 2, 0, 2, 1 yazıram. Deməli, A-nı 4 edeyim. İndi çıxılsın yazıram bura 1. Ondan sonra 2. Buradakı rəqəmləri ona uyğun verdiyimdə 3, 4, 3, 2, 1. İstənilən ədəd yazsaz onu rahat görəcəksiniz. 1, 2, ondan sonra 3, sonra 4, sonra 3. Yazıram bura 1, 2, 3, 4, 3. Bunları bir-birindən çıxanda, baxın, bunların fərqi 9 edir. 3-dən 3 çıxanda 0, bir yadda verir. Elə bir 12-dən 3 çıxırıq. Əgər yadda verməsəydi 0 olardı. Orada ya cavab ya 9 ya 0 olar. Yadda verəndə həmişə 9 olur. Növbəti suala baxırıq. Bax, buradakı ədədləri toplayıb bura yazıb 38 edir cəmləri. Buradakı ədədləri toplayıb bura yazıb 61. İndi bizdə burada 3 ilə 4 var. Onda B-nin qiyməti 15 olacaq. Çünki 3, 4 və 15-i toplayanda 22 edir. B 15-dir. Ondan sonra, indi burada da necə gedir? Biri 7-yə vuranda 7. A-nın qiyməti 6 olacaq. 2-ni 6-ya vuranda 12 edir. A-mız bizim 6-dır. Bir dənə qaldı C-ni tapmaq. C-ni də tapanda buradakı ədədləri dediyim kimi toplayacaq. C olacaq 3 üstəgəl 2 üstəgəl 12. O da eləyir 19. Deməli, C-nin də qiyməti 19-dur. Sonra buradakı ədədləri toplayacaqsınız. O da eləyəcək. Deməli, C olur, daha doğrusu 5, 10. C oldu deməli. C burada oldu. 5, 10, 7 olur. C 17 olur. 5 üzrə 12, 17. Buradakı ədədləri də toplayanda olacaq düzgün cavab. Deməli, 15, 6, 21 üstünə də 17 gəlində 38. Yəni, B variantı düzdür. 88-ə baxırıq. A-nın qiymətini 160 verib, bizdən uzaq fiqurunu istəyir. A 160-dırsa, indi biz 160-ı 2-yə bölərik. Bura olan 80-80. Onda deməli, bura artıq olacaq 2-yə böləndə 40-40. Bura olacaq 20-20. Bura da olacaq 20-20. Uzağı rahat tapacaq. 25-i 5-ə böləndə uzaq 4 olur. O bir dəst istəsəydi, məsələn, 24-ə bölərdik, bura 5 olardı. 22-yə bölərdik, bura 10. Bu kvadrat təkcə 10 olardı. Hamısını yəni buradan tapmaq olur. Bura 40-40, bura 20-20. İndi 20 3-ə bölünmür. Yoxdur, onsuz bizdən oranı istəmir də. Bura məsələn 20-20, qalıqlı olur da 6,2 olur. 20-ni tutaq ki, burada 6-ya bölürsünüz. Bizdən istədiyi ədəd zaten yəni bölünür. 25-ə bölünür, 3 bucaq 4 olur. 89-cu sual fiqurların tərəflərindən bağlıdır. Baxın, burada 3 tərəf var. Burada isə 1, 2, 3, 4, 5, 6, 7 tərəf var. Toplayanda 10 edir. 4 tərəf, 6 tərəf toplayanda 10 edir. 5, 5, 10 edir toplayanda. 6, 4, 10 edir. Deməli, cəmləri 10 olan variantı götürəcəyik. Deməli, hamısında cəmləri 10-dur. Hamısında cəmləri 10-dur. 10 digər tərəfdən də hər dəfə deməli 10 olanda 10 ilə yanaşsaq, orada ABC-də uyğun gəlir. Deməli, başqa bir məntiq də var. Çöllər bir vahid artır. 3 tərəf, 4 tərəf, 5 tərəf, 6 tərəf. İndi növbəti çölü 7 tərəf olan olacaq. O da C variantıdır. 7 dənə tərəf var da. İçərilər də bir-bir azalır. 7, 6, 5, 4. İçəri də 3 bucaq olacaq. Çöl 7, içərisi 3 olan, o da C variantını göstərir bizə. 90-cı suala baxırıq. 90-cı sual aşkar operatora aid olan sualdır. Deməli, biz burada, bax, bu tərs operatordur. Burada tərsdən əvvələ gedib rahat tapa bilərik. Aparıb burada birinci yerinə qoysaq, 6 ilə 3-ü toplayıb kvadrata yüksəldəndə 81 edir. Qalxdıq yuxarı. Bu dəfə 81 aldıqda biz bu ifadəyə 81-dən çıxacaq A-nın kvadratı. A-mız bizim 6-dır.
6'nın kvadratı 36 çıxanda 45 eləyir. Qalxdıq biraz da yuxarı. Bu dəfə 45-in üstünə 6 veriləcək. B-miz də bizim 3'dür. 6'nı 3'ə vuranda 18 eləyir. Bunlar da toplayanda 63. D variantı eləyir. Tərsdən getmək olar rahat tapmaqdan və yaxud da ki, aparıb yerinə də qoysaz eyni cavab olacaq. Tutaq ki, 6'nın 3'ü burada yerinə qoydun. Deməli olacaq 6 dairə, 6 üçbucaq 3, üstə gəlinsin 6B, B-miz də bizim 3'dür. 6'nı 3'ə vuranda 18. Təzədən 6'nın 3'ü bura köçürürsünüz. Olur 6 üçbucaq 3 bərabərdir. 6 dairə 3 çıxılsın. Deməli, A-mız da bizim 6'da, 6'nın kvadratı 36 üstə gəl 18. Bu 18 də unutmuruq. Və indi gəldik ən axırıncıya. Ən axırda da 6'nın 3'ü toplayıb kvadrata yüksəltməliyik. 6 üstə gəl 3, 9, 9'un kvadratı 81. 81-dən 36 çıxanda 45, 45'in də üstünə 18 gələndə 63 edir. Amma birinci yazdığımız üsul daha rahatdır. Burada yerinə qoyursunuz, sonra burada qoyanda cavabı rahat tapmış olursunuz. Baxırıq 92-yə. Pilot təyyarə idarə edir. Maşinist də deməli qatar idarə edənə deyirlər. B variantı. 93-ə baxırıq. 93 kəsişmələrdir burada. Məsələn, bu fiqurla ulduzun kəsişməsi bizə nə veribdir? Ulduzun kəsişməsi x-i verib. Bura x yazıram. Sonra telefonla x-in kəsişməsinə verib. Telefonla x-in kəsişməsi telefon verib. Bura tel yazıram. Sonra indi x-la telefonun kəsişməsinə baxırıq. Bu x-la telefonun kəsişməsi nə verib bizə? Telefon verib. Yəni, mötərizənin içinə ümumilikdə telefon tapıram. Axırda da telefonla dairə x-i kəsişdirirəm. Dairə x-la da telefonun kəsişməsi yenə də telefon verir. Beləliklə, düzgün cavab A variantı telefon olacaq. Bir daha izah edirəm 93-cü sualı. Deməli, burada kəsişmələri götürürük. Birinci bu ikisini kəsişdiririk. Bununla ulduzu burada kəsişdirsək, belə bir fiqur alırıq. Yəni, x. Sonra telefonla x-i kəsişdiririk. Telefon alırıq. Sonra yenə telefonla x-i kəsişdiririk. Telefonla da x-i kəsişdirəndə telefon alır. Yəni, mötərizənin x-la telefon deyil, burada kəsişib, x-la telefonu kəsişdirəndə deməli, telefon alınıbdır. Axırda da telefonla dairə x-i kəsişdirəndə yenə telefon alınır. Sonra 94. Bu tip suallarda birinci mötərizənin içini həll edirik. Yəni, 6 rombu aparıb rombda yerinə qoyuruq. Olacaq deməli 2 vurulsun 6 üstə gələk 5, o da 17 eləyir. Ondan sonra aldığımız cavabı aparıb kvadratda yerinə qoyuruq. 3'ü vururuq 17-yə və cavabdan 6 çıxırıq. O da bizə verir 40. Deməli 6 romb apardıq, qoyduq rombda yerinə, elədi 17. İndi 17-ni də 3'ə vurub, daha doğrusu burada 4 çıxırlar. 51-dən də 4 çıxanda 47 eləyir cavab. Düzgün cavab C-dir. 95 deməli prizmadır burada. İndi gəlin baxaq. Məsələn, A variantında səhvlik ondan ibarətdir ki, qara bunun üzərində olanda sağında bu istiqamət doğrudur, solunda bax belə bir kritikalı hissə olmalıydı. Sol hissəsi səhvdir. B variantına baxsaq, məsələn, biz bu 6 bucaqlını buradan çəkə bilərik, daha doğrusu 5 bucaqlını buradan çəkə bilərik. Sağında bu fiqur və solunda da bu fiqur qatlanıb gəlib onun sol istiqamətinə düşür. Sadəcə burada deməli oxun istiqamətinə fikir versək, oxun istiqaməti səhvdir burada. Bax, ox belə düzünə olmalıydı, burada isə bu tərəfə veribdir. B variantında çıxırıq. C variantında isə əksinə veribdir, yəni fiquru tərsinə veribdir. Biz əgər buradan ağ hissəni götürsək mərkəzdə, axı ağ hissəni götürəndə biz bunu gərək 180 dərəcə fırlayaq. 180 dərəcə fırlananda bunlar yerini dəyişməlidir. Ona görə C variantı da səhvdir. D variantına baxsaq, D variantında indi D variantı ümumiyyətlə səhvdir. Çünki bu istiqamət, bunu buradan biz çəksək, 180 dərəcə fırlasaq, deməli, artıq bu xət gəlib, deməli, yox, D variantına baxırıq. D variantında 5 bucaqlını çəkəndən sonra, deməli, bax, bu dairə 180 dərəcə fırlananda sola keçir, xət isə buradan gəlib sağa doğru keçir, istiqamət də doğrudur. Beləliklə burada, deməli, D variantı baxırıq növbəti 95-ci suala baxırıq. 95-ci sualda deməli, biz əgər A variantına fikir versək, A variantı bunun üzərində bu olanda sağında bu fiqur, solunda isə bu fiqur olmalı deyil də, bu fiqur olmalıdır. Solunda başqa bir fiqur veribdir, bu fiquru verib, səhv veribdir. B variantında əgər biz bu 5 bucaqlını bunun üzərindən çəksək,
çəkə bilərik. Sağında bu fiqur, solunda bu fiqur olmalıdır. Amma istiqaməti səhvdir. Oxun istiqaməti belə olmalı idi. Ona görə B variantında çıxırıq. Baxırıq sonra C variantına. C variantında deməli görək burada sağı bu istiqamət doğrudur. Amma biz bunu aşağı hissəni verib, altı bucaqlını aşağı ağ hissəsini verib də artıq biz bunu 180 dərəcə əksinə fırlamalıyıq ki, ağ hissə yuxarıya gəlsin. Biz bunu əksinə fırlananda bunlar yerini dəyişəcək, axı olduğu kimi qala bilməzlər. Ona görə C variantında çıxırıq. D variantına baxsaq, əgər biz bunu altı bucaqlını bunun üzərində çəksək, bunu deməli və 90 dərəcə fırlasaq, daha doğrusu ağ altı bucaqlını buradan çəkə bilərik. Bunu 180 dərəcə fırlasaq, bunun yuxarısı bu istiqamət olur. Oxun istiqaməti burada səhvdir. Ox düzdür. Burada deməli gəlib, buradan gəlib durur da, ox bunu 180 dərəcə fırlananda gəlib sağa düşür. Amma oxun xətti belə olmalı idi, belə yox. Yəni, bax, oxun xətti dəyişməli idi, bu istiqamətdə olmalı idi. Olduğu kimi qala bilməz axı. Ona görə D variantında çıxırıq. Beləliklə, düzgün cavab Y variantı olacaq. Y variantında altı bucaqlını, məsələn, bunun üzərində çəksək, üstüdən qara formada, deməli, bunun altı bucaqlını buradan çəksək və baxırıq növbəti prizma sualına. Prizma sualına baxırıq. Məsələn, A variantı ki, vəziyyət olsa, burada bu fiqur bunun üzərində ola bilər. Amma sağında belə bir xətt doğrudur, solunda bu fiqur olmalıdır, kletikalı. Burada sol istiqaməti səhvdir. Ona görə A variantını çıxırıq. Baxırıq B variantına. B variantında, deməli, bu fiqur bunun üzərində olanda sağ istiqaməti budur, amma solunda bu fiqur olmalı deyil. Bu fiqur, deməli, istiqaməti səhvdir də, xəttin istiqaməti belə olmalı deyildi. Xəttin istiqaməti belə olmalıdır bu şəkildə. Ona görə B variantında çıxırıq. C variantına baxsaq, C-də indi bizdə aşağı hissəni götürübdür. Aşağını buradan çəksək, bunu indi biz 180 dərəcə fırlasaq, deməli, bu ikisi yerini dəyişməlidir də, olduğu kimi qala bilməz. Axı, ağı biz yuxarı gətirmək üçün gərək biz bunu 180 dərəcə fırlayaq. D variantına baxsaq, yenə bu 5 bucaqlını biz buradan çəkə bilərik. Baxın, 5 bucaqlını biz buradan çəkdik və biz bu xətt də bunun soluna düşür və biz bunu 180 dərəcə fırlayanda xətt gəlir sağa düşür. Artıq bunlar yerini dəyişirlər də. Yəni, bu qara dairədə gəlir sol küncə düşür. Elə D variantı doğru cavab sayılır. Y variantına da fikir versəz, Y-də də kobud səhv var. Biz deməli, qara altı bucaqlını buradan çəksək, sağında bu fiqur durmalıdır da, bu dura bilməz axı. Orada da səhvlik verilibdir. 96-ya baxırıq. 96-cı sualda bizdən yerlə yekunda P-nin cəmini istəyir. Aha, gəlin baxaq. Bax, bura baxın diqqətdən. Son hissəyə baxın. 6 çıxaq R nəyə bərabərdir? P-yə bərabərdir. Çox asanlıqla tapmaq olar. İndi sağdan sola keçirsək, P ilə R-in cəmi 6-ya bərabərdir. Çox asanlıqla, rahatlıqla 5-10 saniyə tapmaq olar. Gəldik 97-ci suala. 97-ci sualda indi biz aparıb burada fiqurları yerinə qoyanda təpə nöqtələr deyir ki, burada eyni bir ədədlər olsun. İndi biz burada məsələn 3 dənə düzünə 3 bucaq, 2 dənə də tərsinə, 4 dənə tərsinə 3 bucaq verir. Tərsinə düzünə 3 bucağın sayı daha azdır da. Bunları birinci qoyub yoxlamaq daha rahat olar. Məsələn, deməli, bizə deyir ki, deməli, təpə nöqtəni yersə, çəkdən üstənə. Aha, bu düzünə 3 bucaqlardan, yəni bu tərəfi olanlardan 2 dənə 1, 2 dənə 1, 2, 3 var, 1, 2, 3 var. Məsələn, biz indi bura, tutaq ki, bu düz bucaqlı 3 bucağa, bura, deməli, 1, indi yoxlamaq lazımdır, yoxlayacaq və hamısından bir dəfə istifadə edilməlidir. Məsələn, bu şəkli 1, 2, 3-ü mən buraya yazıram, 1, 3, 2. Bunu buraya yazdım, 1, 3, 2. 1, 3, 2. Bunu burada istifadə elədim artıq. İndi bura olmalıdır 2, 1, 3. Təpə nöqtələr, eyni ədədlər olmalıdır. 2, 3, 1. Bax, bu şəkli istifadə elədim. Ondan sonra təzdən bura 2, bura 3, bura 1. 2, 3, 1. Yuxarıda istifadə elədim. Ondan sonra bura təzdən 2, 3, 1. 3, 2, 1 olan istifadə elədim. Təzdən deməli bura 1, bura 3, bura 2. 2, 1, 3 olan deməli istifadə elədim. Ondan sonra təzdən 1, 2, 3. Yuxarısı 2, 1, 3 olan istifadə elədim. 3, 1, 2.
Ondan sonra deməli yuxarısı 1 2 3 olan, 1 3 2 olan deməli 1 yuxarıda demək 1 olsun, bunu istifadə elədim. Sonra 2 1 3 2 1 3 olan, aşağısı 2 3 1 olan, bunu da istifadə elədim. Sonra 1 1 sonra 3 2 1 3 2 olan deməli yuxarısı 1 2 3 olan, bunu istifadə elədim. Ondan sonra 1 2 3 aşağısı 1 2 olan, aşağısı bunu istifadə elədim. Ondan sonra 3 2 1 3 2 1 olan deməli 3 2 1 3 2 1 olan, bunu istifadə elədim. Ondan sonra yox, daha doğrusu bunu istifadə edim, onu yazmışdım. Sonra 2 3 1 2 3 1 olan, bunu istifadə elədim. Ondan sonra 3 2 1 aşağısı 3 olan, bunu istifadə elədim. Ondan sonra 2 3 1 bir dənə figurumuz qalıb. Baxın, dübbələm düz gəldi. Bunu da istifadə eləmiş oldum. Deməli, təpə nöqtələr eyni bir ədədlər oldu. Beləliklə, bizdən indi A-nın qiyməti 1 olur. Bizə nə istəyir? Həmin hərflərin ardıcılığına uyğun düzün. Deməli, A-mız bizim 1-dir. Ondan sonra B-miz bizim oldu. B hardadır burada? B-miz 1-dir. B də 1-dir. C-miz bizim 1-dir. C-də bir dənə qaldı D. D-dəki 3-dür. Deməli, olacaq 1, 1, 3 düzgün cavab sayılır. Gəldik 98-ə. İndi burada da çəki daşlarıdır. Məsələn, ağ dairəyə ancaq 1 verə bilərik. 5 kilo 5 kiloya bərabərdir. Ondan sonra ağ kvadrata 2 ya 3 verə bilərik. Məsələn, ağ kvadrata 2 versək, bura olacaq 4-dən ağır 5 qoya bilərik bura. Ondan sonra, yox, bura 5 kilo buradır. 5 kilo verib bura. Buranı 5 verirsə, ağır çıxacaq 2 kilo olur avtomatik. Bura 3 versək, 6, bura olur 7. İndi biz ağ kvadrata 4 versək, qara kvadratın dəqiq çəkisi çıxır. Çünki bura 3 versək, qara kvadrat 7, 8, 9 ola bilər. Amma ağ kvadrata 4 versəz, qara kvadrat avtomatik 9 olur. İndi bura 4 çıxmayan daşlarımız da belə olacaq. Bura 8 olacaq, bura 3, 3, 6 çıxmayan daşlarımız bunlardır. 12, 12-yə bərabərdir. Deməli, burada bir dənə 7 rəqəmi yoxdur. 7 də burada ulduzu göstərir. İndi bizə artması ardıcılığı ilə deyirsə, ən aşağı kvadratın çəkisi 4 kilo oldu, dairənin çəkisi 3, rombun çəkisi oldu, rombun çəkisi 6 oldu, uluzun da çəkisi 7 oldu. Artması ardıcılığı deyirsə, ən aşağı 2-dir, çəkisi 3-dür, sonra 1, sonra 3, sonra 4-dür. Düzgün cavab 2, 1, 3, 4 olacaq. Gəldik 99 su bilməzdə, sətir boyu buradan 2 olmalıdır mütləq. Onda deməli 2-nin yeri buradır. Digər 2-lərin də yerini tapmaq olur. Məsələn, baxın, indi hər sətirdə sütunda hər rəqəmdən bir dəfə təkrarlanmalıdır da. Burada 2 var, burada var. Deməli, 2 rəqəmi burada ola bilməz. Bu sətir üzrə baxsaq soldan sağa. 2-nin ola biləcəyi yer yalnız buradır. Çünki burada dura bilməz 2 var, burada dura bilməz, burada da dura bilməz 2. Çünki burada sağ küncdə 2 var. Deməli, 2-nin dura biləcəyi rəqəm bura olacaq. Bax. Buraların heç birində 2 ola bilməz. Çünki 2 var. Deməli, 2-lər bu istiqamətdə dura bilməzlər. Ondan sonra 2-yə gəlin baxaq. Bax, 2 yalnız gəlib növbəti burada dura biləcək. 2, bu 2 yuxarıda var, burada 2 var, burada var. Deməli, 2 dura bilər ancaq burada. Növbəti 2-ni də tapdıq və indi 4-cü sətir üzrə gəlin görək 2-miz bizim harda dura bilər. Burada dura bilməz. Var 2. Burada dura bilməz, burada dura bilməz, burada dura bilməz. Növbəti deməli 2-miz gəlib duracaq burada. Artıq 2-lərin yeri məlumdur. Ondan sonra baxın, bu blokda artıq biz deməli 2, 5 var. Burada 3 yaza bilmərik, çünki yuxarıda 3 var. 3-ü yaza bilmək, 4 rəqəmdən baxaq gələk görək. Deməli, bu blokda deməli bizdə 3 rəqəmi dura bilməz burada. 2 rəqəmi var. Ondan sonra başqa görək hansı rəqəmi tapmaq olar burada. Deməli, burada 3 rəqəmi dura bilməz aşağı hissədə, burada 3 dura bilər, burada dura bilər 3. Daha sonra, məsələn, bu yuxarıdan aşağı doğru baxsaq, deməli 4 rəqəmi, burada ya 4 durmalıdır, ya da 1 durmalıdır. 4 burada olduğu üçün dura bilməz, burada 1 rəqəm duracaq, 4 isə burada duracaq. Ondan sonra bu bloku tamamlamaq olar. Burada yerdə qalır 3 ilə 5. 5 burada olduğu üçün yuxarıda deməli biz 5 yaza bilmərik də. 5-i burada sol küncdə yazarıq. Çünki burada bizim 5-imiz var. Ondan sonra yerdə qalır 3 ilə 1.
Burada da 1 olduğu üçün bura 1 yaza bilmərik. Bura 3 yazarıq, bura 1 yazarıq. Artıq bu sətrimiz tamamilə dolubdur. Ondan sonra bu blokda artıq yerdə qalan rəqəm 3-dən 5-dir. Burada 3 olduğu üçün aşağıda bura 5 yaza bilmərik. 3-ü B-yə yazacaq, 5-i bura. Onda bura avtomatik 4 olacaq. İndi A-nın qiyməti ya 1 ya 5 ola bilər. Ya 1 ya 5 ola bilər. Burada 1 dura bilməz. Çünki 1 burada var. Onda 5-i buraya yazarıq. A-nın yerinə 1 yazarıq. Beləliklə bizim B-miz oldu 3. A-mız da 1-dir. Düzgün cavab 4 olacaq. Yenə də tamamlaya bilərik. Burada artıq tapmışıq. Deməli, bura 5 yaza bilmərik. Bura 3 yazarıq. Bura 5 yazarıq. Ondan sonra yerdə qalır bu blokda 1, 2, 5 var. 3 ilə 4 dura bilər. 3 də yuxarı aşağıda olduğu üçün 3 dura bilməz. Burada deməli 4 duracaq. 3 burada. O zaman bura olacaq. Avtomatik 4 olacaq. Burada olacaq 5. Beləliklə sudokumuz həll oldu. Deməli, A-nın qiyməti 1, B-nin də qiyməti 3-dür. Bunları toplayanda düzgün cavab 4 olur. Və gəldik sonuncu 100-cü suala baxırıq. 100-cü sualda biz burada bağlantıdır. Deməli, görək 1x-a nələr uyğundur. X-a burada, məsələn, x-a burada 2 dənə ox birləşibdir. 2 dənə ox birləşəni götürəcəyik. Tutaq ki, hansını götürmək olmaz x-a? M-i məsələn götürə bilməliyik. Çünki M-ə 3 dənə ox birləşibdir. Sonra, yəni 1-ə D ola bilməz. Ondan sonra I hərfi də ola bilməz. Çünki 3 dənə ox birləşibdir I-yə. M-ə 2 ox birləşib də. Sonra U ola bilər, A, B ola bilər. İndi gəlin baxaq görək. Başqa məsələn necə uzlaşdıra bilərik. İndi bizə, əgər biz x-i A hərfi kimi götürsək, x-i A hərfi kimi, A-ya nə birləşib? C ilə deməli birləşib M. G ilə M birləşibdir. M-i də burada deməli 3 ox birləşib. Amma burada M bir olsun, G-yə də bu düz gəlmir də. Deməli, əgər biz x-a A götürsək, baxın diqqətdən, A-ya nə birləşib? 2 dənə hərf birləşib də M ilə G. C-yə 3 ox birləşibdir, M-ə isə 3 ox birləşib. Amma buradakı A-ya birləşən oxa 4 ox birləşibdir. Yəni, A-ya birləşənlərin heç birinin 4 oxu yoxdur. G-nin 3 oxu var, M-in də deməli 3 oxu var. Ona görə 1-ə A da uyğun olmayacaq x-a. İndi biz B kimi götürsək x-i, B-yə nə birləşibdir? B-yə birləşib, C ilə I birləşib. Baxın, C-yə I, C-nin 2 oxu var, I-nin 3 oxu var. Burada isə birinin 3, birinin 4 oxu var. Deməli, x, C də ola bilməz. X-a elə bir hərf birləşməlidir ki, onun birləşdiklərindən birinin 4 oxu olsun. İndi x-i biz U hərfi kimi götürsək, U-ya nə birləşib? R birləşib. Baxın, bu R olur. Çünki 4 dənə ox birləşib. R-ə də 4 ox birləşib. Bir də x-in, onun birləşdirdiyi Y-dir. Y-yə də 3 ox birləşib. Deməli, 1-ə uyğun C-dir, yəni U. Çünki, bax, yenə deyirəm, o birlərdə ödəməkdə x-i biz U hərfi kimi götürsək, onun birləşdiyi Y-dir. Buraya elə bir Y olur, 3 dənə ox birləşib, bir də R-dir. Bax, R-ə 4 ox birləşibdir. Deməli, 1-ə C uyğundur. İndi ikinci Y-a baxırıq. Y-ə neçə ox birləşib? Y-ə 3 dənə ox birləşib. Y deməli, burada A ola bilməz, çünki A-ya 2 dənə ox birləşibdir. Sonra Y-a baxırıq, B. B-yə də 2 ox birləşib, B ola bilməz. Y-a 3 dənə ox birləşibdir. Ondan sonra U-nu tapmışıq biz. Artıq U da ola bilməz. Y ya M-li ya da I-dir. M-ə 3 dənə ox birləşib. I-yə də 3 dənə ox birləşib. İndi yoxlamalıyıq. Tutaq ki, Y-imiz M olsa, M-in birləşdiyi oxlar hansılardır? Biri S-dir. S-ə 4 ox birləşib. Bura S ola bilər. Buna deməli 4 dənə ox birləşibdir. Sonra M-in birləşdiyi I-dir. I-yə 3 ox birləşibdir. Bu olsun, I hərfi 3 ox birləşib və M-in birləşdiyi bir də A-dır ki, ona da 2 dənə ox birləşib. Bu da A hərfi olsun. Yəni 2-yə D uyğundur. İndi E-ni də yoxlayacaq. Ola bilər 2-yə E də uyğun olsun da. Əgər Y-imiz bizim I hərfi olsa, bura I hərfi yazıram. I-nin birləşdiyi hərflərdən, deməli bu S-dir ki, 4 dənə ox birləşib. Sonra M-ə deməli 2 dənə ox birləşib, 3 dənə ox birləşib. Bura M olsun. Bir də I-nin birləşdiyi B hərfi var ki, ona 2 ox birləşib. Buranı da B kimi götürə bilərik. Yəni 1C, 2-yə də D ilə Y-ni uyğunlaşdırmaq olar. Gəldik video izləyənin sonuna. İnşallah ki, izləyən kömək edəyindi. Növbəti izahlarda görüşərik.
Baxırıq 64-cü suala. 64-cü sualda azot, karbon, hidrogen, ozon bunlar kimyəvi element sayılırlar. Düzgün cavab C-dir. Karbon yəni birləşmə kimi qaz götürülür də. Ona görə 64-cü sualın düzgün cavabı C variantı olacaq. 67-ci suala. 67-ci sualda birinci və ikinci hissəni bir-birinə birləşdirəndə belə bir fiqur alınır. Və deməli, bax, bu ağız hissələrinə fikir verib, bunlar üst-üstə düşür və bunlar da deməli üst-üstə düşəndə 91-ci suala. 91-ci sual deməli kubların nərd formasında zərdaşları veribdir deməli. Burada kubun açılışına uyğun. Gəlin görək burada hansı variant doğru olar. Məsələn, burada qarşı üzlərə görə səhvlər var. B variantı səhvdir. 5 ilə 4 qarşı üzdür. Eyni vaxtda görülə bilməz. Ondan sonra digər səhvliyimiz bizim 5 ilə 4-ə görə B variantını çıxırıq. Sonra görək başqa hardasa səhvliyimiz varmı? Deməli 2, 3. Burada D variantı, Y variantında 2 ilə 6 verib. Bu da səhvdir. 2 ilə 6 qarşı üzdür. Görülə bilməz. İndi gəlin digər variantları yoxlayaq. Məsələn, 6 buradan fırlanıb gəlib 1-in yanında bu şəkildə dura bilər. Və biz indi 6 ilə 1-in yerini dəyişsək 180 dərəcə. 6 1-in sağına keçə bilər. Amma 6 bu vəziyyətdə qalacaq 180 dərəcədə belə dura bilməz. Ona görə deməli A variantı səhvdir. Baxırıq ondan sonra C variantına. C variantında 4, 3, 2-ni eyni vaxtda götürübdür. Bəli. Baxın, bu 3-ünü eyni vaxtda götürüb. Biz bu 2-ni aşağı doğru çəksək, bax bu 2-ni aşağı doğru çəksək, 2 istiqaməti dəyişəcək. C variantında deməli, əgər biz 4-ü buradan çəkə bilərik də, 4-ü buradan çəksək, 3 2-nin soluna düşür, sağına düşmür axı. Bu variant səhvdir, C variantı. D variantına baxsaq, D variantı doğru cavabdır. D variantında elə bax, burada 3-ünü eyni vaxtda göstəribdir. 4-ün üzərində 3, sağında 2 durur. Sadəcə bu 2 niyə istiqaməti bu tərəfədir? Aşağı düşəndə 2 4-ün yanına düşəndə nöqtələr yerini dəyişir də bu şəkildə alınır. Deməli düzgün cavab olacaq 4, 3, 2 olan, yəni D variantı doğru cavab sayılır.